Uşaqlar dedi, bibi bizə evdə toyuq dönəri hazırla. Mən də başladım hazırlamağa. İlk öncə toyuq ətinə sarı kök, duz, istiot, tomat pastası və duru yağ əlavə edib qəşəngcə qarışdırırıq. Sonra hər iki üzünü yaxşıca qızardıb pişiririk. Bişdikdən sonra bıçaqla xırdalayırıq. Bir qabda mayonez və ketçupu qarışdırırıq. Əvvəlcədən pomidoru, xiyar, soğan və göyərtini doğramışdım. Hər şeydən qəşəng bol-bol yığırıq çörəyin arasına. Bu arada çörəyi mən özüm evdə hazırlamışam. Ev usuludur da. Zövqə görə duz və istiot da əlavə edirəm. Burada onu çəkməyi unutmuşam. Mən pomidor və xiyarı belə uzun sof doğradım. Amma istəyə görə daha xırda doğramaq olar. İndi deyəcəksiniz ki, bəs bunun sosu hardadır? Mən sos əlavə etməmişəm, bizdə sevilmir. Siz istəsəniz tomat pastasından hazırlayıb əlavə edə bilərsiniz. İstəyə görə bunu həm çörəkdə, həm də lavaşda hazırlamaq olar. Hazırlayacaq olan hər kəsə indidən nuş olsun.